Dünya, aləm, təsərrüflərlə yazır, bizimki elə bildiyini babasına da verilir. Güya təzə ilə yazsam oxuya biləcəksən. Savadlı canıva qurban olsunlar. 2 il mollaxanaya gedib özünü alim sayır. Sən ölsən qandığın qrafa yoxdur, xanım. Bu əlifbanı deyişənlərin insafı, mürvəti, vicdanı, namusu yoxdur. Sababı böyüdü ya. Necə oxuyacaq dədə babasının yazı pozusunu? Nə biləcək dədəsi nə dəstdən ölüb? Çünki bütün keçmişi bu hərflərlə yazılıb. Başa düşürsən, xanım? Bu elə-belə hərf dəyişmək deyil. Bu milləti kör qoymaq, kökündən qırmaq, məhv eləmək deməkdir. Cəmaatı pan-türkist, pan-islamist eləyib, soxurlar Sibirə. Neynəsin bu cəmaat ki, tarixi türklə, İslamla bağlıdır. Ayırmaq olmaz insanı kökündən, zatı qırıq böyüyər uşaqlar. Millət. Millət deyə bağırırlar, elə bax bağzı seliklidir də millət. Millət elə budur da. Bunun tarixini, keçmişini, mədəniyyətini əlindən alandan sonra de görüm hansı millətlə danışmaq olar. Bilmirsiniz, nə oruz, nə deyil? Məhəmməd Peyğəmbər, Məhəmməd Füzuli kimdir? Məhəmməd Peyğəmbər tarixdir. Məhəmməd Füzuli yazdığı tarixdir. İslam tarixdir. Dünyanın 1/4-nin tarixidir. İstədin, istəmədin, kökün odur, hələ ondan da oynadı. Cəmaat, işarə ilə, nə bilim, şəkil çəkməklə yazı yazır. Bizimkilər 5-10 ildə əlifbanı deyişirlər. 1 dəfə, 2 dəfə, nə var iş bilmişik. Bir qeydiyyətlər, bir namuslar. Çox başa aparsan ha. Özüvə yazığın gəlmir, çoxsa bizə yazığın gəlsin. Yazığımız gələ-gələ bugünə qalmışıq da. Türkmənçay sülh müqaviləsi. Kimin üçün sülh müqaviləsidir bu? Rusla fars üçün. Bəs mənim vətənin, millətim 2 bölünüb. Qardaş qardaşın evinə gedib gələ bilmir. Ana orada qalıb, bala burada. Ər orada qalıb, arvad burada. Bu sülh müqaviləsi oldu. Yekəbaşlar bir-biri ilə cəng eləyəcək. Ortada kasıbın beli qırılacaq. Bizi qana salma. Sən elə içsən yaxşıdır.